Sənin niyyətinə bir kof içdim. Arzunun niyyətini tut və çaşqın bir dəfəyə əgər qaldırdığım zaman açılarsa, o zaman sənin niyyətin, arzun yaxın zamanda gerçək olacaq deməkdir. Bax, görürsən nə gözəl açılım verdi. İnşallah ki, yaxın zamanda ağlında, qəlbində tutduğun niyyətindən sevinərsən. Burada bir zaman atlaması görürəm. Sanki keçmişindən o qədər peşmansan, o qədər üzüntülüsən ki, keçmişin sənin üzərində qara kölgədir və keçmişdən gələn insanlar da sənə zərər verir. Uğur yolun, şans yolun sanki bağlıdır. Almağa çalışdığın, ala bilmədiyin şeylər də görürəm burada. Bu dəyərli bir şeydir, sanki mülk kimi. Göz yaşların həqiqətində səni çox bunaldır. O qədər çətinlik çəkmirsən, keçmişindən bu yana o qədər problemlər çəkmirsən. Bu ailə problemləri də ola bilər. Keçmişdə valideynlərinin problemini həqiqətən çox çəkmirsən və bugünkü gündə öz problemlərinə gələn zaman artıq o yükü qaldıra bilmirsən. Amma burada sənə eyni zamanda belə çox böyük sözü keçən bir adamın da bir təklifinin gələcəyini göstərir. Və bu təklif sənin həyatını dəyişə bilər. Bəzən yol fikirləşirsən, çıxıb getmək istəyirsən, artıq keçmişinə bir xətt çəkmək istəyirsən, çəkə də bilmirsən. Çünki keçmişdən gələn insanlar sənin bugünkü gündə də həyatındadır və o insanlar olduğu sürəcə sənin həyatında belə qarma-qarışıqlıqlar çox olacaq. Bax, görürsən. Ancaq bir baloncuqlar görürəm burada, bax, görürsən. Bu sənin niyyətinin, sənin arzunun gələcəyə doğru gerçəkləşməsi və bu ilin sənə xeyirli, düşərli olmasıdır. Bu il sənin şansının açıq olan bir zamanıdır, bir döngüsüdür.